Teşekkür edirəm. Sözün doğrusu bu Sosial Tədqiqatlar Mərkəzində aparılan işlərin içərisində bugünkü tədbirin yeri odur ki, elə çox real bir mənzərəni bütün natiqlər diqqətə çatdırdılar. Yəni, xüsusi bir sosial tədqiqat sorğu aparmadan mənzərə çılpaqlığı ilə burada artıq diqqəti bir daha çatdırıldı və qulaq asdıqca da məyusluq hissi adam keçirir. Zaten deməli, Respublika Prezidentinin çıxışında bir çox məsələlərin o platformada vurğulanması həm də bir, necə deyim, sos siqnalı bir məyusluq yaradır ki, Cənab Prezident orada vurğuladı ki, AMİA'nın 70 illiyində də bir çox məsələləri qeyd eləmişdim. Deməli, üzərindən 10 il keçib bir çox məsələlər bir daha vurğulanıb. Və biz müstəqilliyimizin 30 ilini aşan bir cəmiyyətik, dövlətik. Ona görə təbii ki, elm masa üçün olmamalıdır. Akademik çevrə üçün elə masada qalmaq üçün olmamalıdır. Elm tətbiqi sahəsi olmalıdır və prezidentin çıxışı da dövlətin elm sahəsinə sifarişi kimi həm də qiymətləndirilməlidir ki, dövlət öz sifarişlərini verdi və elm sahələri, istiqamətlər üzrə onu yerinə yetirmək baxımından deməli, bir müəyyən müddətə bu sifarişləri qəbul elədi. Amma cəmiyyətin də sifarişləri var. Və məsələ ondadır ki, biz elə bir vəziyyətə gəlib çatmışıq ki, elmi təsisatlar, institutlar artıq yaşamağa məhkum olmaq üçün bu məsələlərin üzərində ciddi düşünməlidirlər. Əks təqdirdə onların mövcudiyyəti, fəaliyyəti sual altında olacaqdır. Çünki indi siz qərblə, şərqlə bağlı burada müqayisələr getdi. Sözün düzü biri var, əqli, o bizim Fuad müəllim demişkən mədəniyyət, ruhi mədəniyyət. Bunları bir-birindən ayırmaq da düzgün deyildir. Yəni, çox, belə deyərəm ki, tarixdən deyirsiniz, üzü tarixə çevirməklə, biz təbii ki, tarixə sığınıb qalmaqla heç yerə gedə bilmərik. Amma elə tarix sahəsi ilə də bağlı Cənab Prezident bir çox məsələləri aktual və strateji xəttləri göstərdi. Çünki bu məsələlər milli təhlükəsizlik məsələləridir. Hələ 100 il əvvəl ali savadı yox, heç orta savadı olmayan, amma Qərbin etibar və etimad elədiyi Hacı Zeynalabdin Tağıyev, Cümhuriyyətin baş naziri Nəsif bəy Yusifbəyliyə 10 səhifədən artıq bir məktubla müraciət eləyəndə, dövlətin mövcudluğu ilə bağlı iqtisadi məsələlərə öz tövsiyəsini verəndə belə bir ifadə işlətmişdi ki, siyasi cəhətdən azad olan vətəndaşlar iqtisadi cəhətdən əgər zəifdirlərsə, tezliklə iqtisadi cəhətdən güclü olan qonşularının qullarına, kölələrinə çevriləcəklər. İndi də biz o vəziyyətlə qarşıdayıq və böyük bir rəqabətdir ki, intellektual baxımdan, elmi baxımdan, texnoloji bilgilər baxımından zəif olacaqsa, siyasi azadlığımız artıq bizim zərbə altında ola bilər və Cənab Prezidentin də çağırışları bundan irəli gəlirdi. Ona görə mən hesab edirəm ki, Zahid müəllim və hörmətli burada iştirak edənlər, elmi mühit yaratmaq lazımdır ali təhsil müəssisələrində. Bəli, Elm Təhsil Nazirliyi artıq texniki, yəni praktiki təyinatı olan elm sahələrini özündə birləşdirir. Mən düşünürdüm ki, bu sahələri, hansı ki Elm Təhsil Nazirliyinin tərkibindədir, həmin o elmi tədqiqat təsisatlarını birbaşa onların aidiyyəti olduğu deməli, nazirliklərin strukturlarla birgə onların işləməsi daha səmərəli ola bilərdi. Yəni, bunun yolu bundan keçəcəkdir. Başqa cür mümkün deyil. Amma hansı ki, bugün Azərbaycan Milli Elmlər Akademiyasında toplaşılıbdır. O artıq fikir verirsiniz ki, sırf humanitar ictimai sahəni əhatə eləyəndir ki, bu da bizim elə o milli strateji kimlik məsələlərini bağlayan bir məsələdir. Bəli, burada dövlət maliyyəsi qaçılmazdır. Məsəl üçün, elə arxeologiyanın özünü götürək. Bu, birbaşa zəngin, yəni maliyyə tələb edən bir sahədir, strateji bir sahədir. Amma ali təhsil məsələlərinə biz bunu keçirmək üçün və gəncləri, dil bilən, istedadlı gəncləri bunları elmi dedi, Etibar müəllimi idi məncə ki, elmi populyarlaşdırmaq lazımdır. Bax, o elmi mühiti orada lazımdır yetişdirmək. Bunun üçün bir azadlıqdır, başqa maliyyədir, maarifləndirici işlər görmək olar. Amma hansısa bir tək nəfərdən, hansısa fərdlərdən böyük elmi nailiyyətlər gözləmək, bu yalnız kiminsə istedadına bel bağlamaqla bu dövlətin bu sahədə işləri
irəliləməz. Ona görə ilk növbədə mən hesab edirəm ki, elm təhsil müəssisələrində, xüsusən ali təhsil müəssisələrində elmi mühiti yaratmaq lazımdır. Bir də bir məsələni də qeyd edeyim. Bizim çox istedadlı, bacarıqlı, elmə həvəs göstərən gənclərimizin qarşısında bir də o dildən imtahan verdikdən sonra elmə gəlmək məsələsi də bir əngəl yaradıbdır. Hamı burada deyə bilər ki, necə mümkün deyil ki, mütləq dil bilinməlidir, ingilis dili və s. falan. Təbii ki, mütəxəssis hansı sahədə tədqiqat aparacaqsa, o sahələrin də dilini bilməlidir və dünyəvi, yəni ingilis dili də bilinməlidir. Amma o qoyulan tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin də qarşısını alır. Ona görə mən yenə də qeyd edirəm, dövlət başçısının AMİAda səsləndirdiyi çıxışların içərisində tarix elmini əgər biz kənara biraz ayırsaq, ən çox ideologiya məruz qalan, ən çox elastik olan tarix sahəsidir. Hər zaman siyasətin elə bil arxasında yedəyində gedən bir sahə kimi. Amma Cənab Prezidentin bir sözü vardı ki, xüsusən Qərbi Azərbaycanla bağlı məsələyə toxundu ki, ləyaqətlə və əsaslandırılmış məntiqlə qayıdışımız üçün. Məsələ ondadır ki, Azərbaycan tarixini obyektiv tədqiq etsək, bizim hansısa konjunkturaya, ideologiyaya ehtiyacımız yoxdur. Yetər ki, elə bizim o tarix elmi akademik baxımdan düzgün araşdırılsın. Və yeri gəlmişkən elə bu platformadan da istifadə edib, Sabah Dövlət İdarəçiliyi Akademiyasında Qərbi Azərbaycan mixi yazılı mənbələrdə mütəxəssis də, yəni Tarix İnstitutunun əməkdaşı Ramin Əlizadədir. Hələ tarixşünaslıqda əksini tapmayan kitabələr üzrə bir mətn mühazirə təqdimat olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Multidisiplinar xətlər, elmlər arası xətlərə daha çox diqqət yetirilməlidir. Bizim o Cambridge Universitetini düz deyir, universitetlərdə müəllimlərimiz üçün böyük şərait yaradıb. Buna qədər külli miqdarda pul lazımdır ki, orada məqalələr çap olunsun. Yəni Scopus üçün də, həm də kitablarımızın avtoritet baxımından da, yəni dünya məsələn Lütfüzadə nə ilə tanınır? Daha çox istinad olunmasına görə. Ona görə də məsələn biz universitetdə beynəlxalq münasibətdə mental portretlər ingilis dilindədir. Hətta biz bunu pulla satışa qoymadıq. Zaten bu tipli kitablar 300-400 euroya olur, çox baha olur. Biz onu pulsuz qoyduq ki, Azərbaycan müəlliflərinin tədqiqatları da dünya universiteti tərəfindən sərbəst görünsün, oxunsun. Və eyni zamanda da Fərhad müəllim qeyd elədi, biz həmçinin də deməli, yaxın şərq üzrə də ingilis dilində deməli, belə gedir də, yaxın şərq historical, deməli, tarixi zəmində psixoloji portretlər. Muhammed, deməli, bin Salman deyirik, amma Əl-Mükri ümumiyyətlə o coğrafiya. O coğrafiya hamısı tədqiq olunub, historiografik olaraq biz bu işlərlə görmüşük və nəhayətdə isə biz gənclərimiz üçün mental mühəndislik kitabını artıq hazırladıq. Mental mühəndislik ən müasir sahədir. Çox təəssüf ki, Azərbaycan bu istiqamətdə çox geridə qalır. Biz hələ psixanalizdən danışırıq. Psixanaliz 30-cu il, keçən 30-cu illərində olmuş, bitmiş, artıq tarixin arxivına verilmiş bir sahədir. Və mental mühəndislikdə doğrudan da həm ideoloji ekspansiya, artıq dövr dəyişib, ideoloji ekspansiyaların qoruma mexanizmi, süni intellekt vasitəsilə alqoritmlərin hesablanması. Bu çox ağır bir mövzudur. Yəni, vaxtın azlığına görə bunu mən üzərində dayanmayacağam və həm də müdaxilə mexanizmləri insanın mental kognitiv xüsusiyyətlərinə söykənərək. Ona görə də mən qısaca onu demək istəyirəm ki, bayaqları Vüsəl müəllimin də sözündə böyük həqiqət var, Rəzahət müəllim də qeyd elədi. Biz belə görürük ki, elmlə universitet təmasda olduqda bu daha çox produktiv olur. Yəni istiqamətlər bilinir. Məsələn, biz görürdük ki, universitetdə bu sahələr boşluq var. Zaten Anar müəllim buradadır, biz bir yerə tədbirlərdə, proqramlarda olmuşuq. Bu kitabın təşəbbüskarı Hafız müəllimdir ki, yəni bu istiqamətdə boşluq vardı. O cəhətdən deməkdə məqsədim budur ki, mən şəxsən ABŞ və Britaniya praktikasının üzərində dayanıram. İsraildə də bu istiqamətdə bir yanaşma var. Yəni, elmlə deməli, təhsil məhdəd təşkilində həm ehtiyacları görürsən, həm də ona uyğun artıq tətbiqi formada multidisiplinar xəttləri işləyirsən. Dünya artıq tək coğrafiyadan, fizikadan, yaxud da klassik fənlərdən ibarət deyil. Fənlər arası, biogenetik. Məsələn, indiyənə qədər mən çox təəssüf edirəm ki, etnogenetik tədqiqatlar mərkəzi Azərbaycanda yoxdur, ermənilər işləyir.
etnik identitet tədqiq etmək yoxdur bizdə. Baxmayaraq ki, hətta orada antropoloji xətləri də biz oraya əlavə edərdik. Çünki ermənilər bu istiqamətdə külli miqdarda pul ayırır, bizə də bu istiqamətdə bir addım atmır. Fərqi yoxdur, kimə tabidir olsun. Mövzu genişdir, Zahid müəllim. Sağ olun. Deməli, bu çıxışda bizim bura toplaşmağımız çox maraqlıdır, vaxtında yerində olan bir tədbirdir və məsələ ilə əlaqədar qısaca olaraq təkliflərimi bildirmək istəyirdim. Birinci təklifim ondan ibarətdir ki, elmin inkişafı üçün Respublikada birinci növbədə yəni sadalanan məsələlərin içərisində mənə elə gəlir ki, elmin inkişafı üzərində dövlət monopoliyası və yaxud da ki, kuratorluğu modelindən bir qədər biz kənara çıxmalıyıq, uzaqlaşmaq lazımdır tədricən. Yəni, dövlət sifariş verir, dövlət tələb edir, dövlət istəyir, bu cür yox. Başqa cür yanaşmaq da ola bilər, məsələn, ABŞ modeli, digər qərb ölkələrində modellər kimi ki, burada etibarlı, yerli, bizdən söhbət gedir, özəl fondlar fəaliyyət göstərir və istənilən tədqiqatçı həm dövlət deyək ki, proqramlarında, həm qrant proqramlarında, həm də özəl deyək ki, fondların elan etdiyi qrantlarda iştirak edirlər və burada da deyək ki, maliyyə məsələsi öz həllini tapmış olur. Digər tərəfdən də məmur alim asılılığı aradan qaldırılmış olur. İkinci məsələ burada deməli elm sahəsində açıq qapı elan olunmasından gedir. Söhbət nədən gedir? Ondan gedir ki, yəni deyək ki, Azərbaycana xarici alimlər yüksək səviyyədə yox, lap deyək ki, orta səviyyədə olsun. Ali məktəblərə, Elmlər Akademiyası, digər deyək ki, müəssisələrə sərbəst şəkildə gəlib getməli, burada çıxışlar etməli. Eyni zamanda bizim də alimlərimiz tək lap yüksəkdə duran yox, orta səviyyə yaxın alimlərimiz də xaricə çıxıb orada necə deyirlər, öz çıxışları ilə müxtəlif tədbirlərdə iştirak etməli və eyni zamanda Azərbaycan həqiqətlərini onlara çatdırmağı bacarmalıdırlar, etməlidirlər. Sonra elmin inkişafı sahəsində şəffaflığın təmin olunması zənnimizcə vacib bir məsələdir ki, bu inkişafa çox böyük təkan vermiş olardı. Yəni, bu istiqamətdə qrantlar, layihələr və s. Düzgün yəni, təşkil olunmalıdır. Bu belə praktikamız da var və bu daha da təkmilləşdirilməlidir. Və alimin əsas göstəricisi kimi, deyək ki, onun reytinqli jurnallarda, dəyərli nəşriyyatlarda, Springer və s. kimi, yəni sosial elmi əsasında gedir söhbət. Əsərlərin çap olunması əsas diqqət mərkəzində olmalıdır. Və nəhayətdə beyin axını. Bu günləri gənclərimiz arasında, orta yaşlılarımız arasında qərbə köçüb gedib orada hər hansı bir fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Əsas problem işlə təminat, əmək haqqının adekvat olmaması, elmi mühitin təmin olunmasında müəyyən problemlərdir. Bunların həlli tapılarsa və bu sahədə bütün yükü biz dövlətə yox, eyni zamanda bərabər şəkildə cəmi üzərində paylayarıqsa, mən eləyək ki, məsələnin öhdəsindən hardasa müvəffəqiyyətlə gələ bilərdik. Davam mən təşəkkür edirəm. Çox sağ olun. Zahid müəllim, təşəkkür edirəm. Demək, bu əhəmiyyətli bir tədbirdir. Şübhəsiz ki, könül istərdi ki, bu tədbir daha böyük deməli maçlarda keçirilsin. Ya da kiçik. Məsələn, yox, daha böyük ona görə deyirəm ki, çox yaxşı olar ki, çünki cənab prezident konkret ünvanlara müraciət elədi. Nazirliklərə, qurumlara və menecerlərə, idarə etmə sahəsində çalışanlarla elmin inteqrasiyasını hədəflədi əsas. Ona görə çox istərdim ki, olsun. Çünki cənab prezidentin özü də bu vaxta qədər imzaladığı həm sənədlərdə, həm yanaşmasında məhz elm tutumlu yanaşmalar qoyub. Elə bax götürək 2009-cu ildə elmlə bağlı deməli milli strategiyanın qəbul olunması, elm fondunun yaradılması, 2016-cı ildə elm haqqında qanunun qəbul olunması. Hətta onu da demək istəyirəm ki, 2021-ci ildə o yanvarın 6-sında 2020-nin deməli yekunlarına həsr olunmuş tədbirdə təsadüfi deyildi ki, cənab prezident repatriasiyanın proqnozlaşdırılması üçün elm adamlarına müraciət elədi və hətta ADA Universitetinin tərkibində bir elm təhsil komissiyası da yaratdı. Çünki o idarə etmədə elm adamlarının iştirakını istəyirdi. Eyni zamanda bayaq da vurğulandığı kimi deməli 10 yanvarda 2024-cü ildə Milli Televiziya kanallarına müsahibəsində təsadüfi deyildi ki, milli ideya, yeni milli ideya və missiya ilə bağlı çağırış elədi. Niyə? Çünki o çox gözəl vurğuladı ki, burada söhbət siyasi cəhətdən zəfəri istismar etmək olmaz, həm də burada söhbət cəmiyyət
cəmiyyətin motivasiyalı vəziyyətindən aşağı düşürmək olmaz. Yer gəlmişkən 1908-ci ildə Dodson-Herkes nəzəriyyəsi var, çox maraqlı bir psixoloji nəzəriyyədir. O həm cəmiyyətə şamil oluna bilər, həm qrupa, həm fərdə şamil oluna bilər. Bəzən uğur hekayəsi qazanmış bir subyekt sonrakı uğur davam eləməyəndə motivasiya hədsiz aşağı düşə bilir. O baxımdan cəmiyyət içində bu ölkə başçımız məhz bunu fikirləşərək yeni missiya və yeni milli ideya haqqında hədəf deməli müəyyənləşdirdi. Əslində cəmiyyəti daim passional bir vəziyyətdə tutmağı hədəflədi. Ona görə də mən çox istərdim ki, bəs bizim bu sahə adamları yeni milli ideya və missiya haqqında da deməli konseptual, paradigmatik yanaşmalar üzərində çalışsın. Hesab edirəm ki, bununla bağlı beyin mərkəzlərinin də deməli bir sosial tərəfdaşlıq çərçivəsində əməkdaşlığına ehtiyac var. Eyni zamanda bununla bağlı onu da qeyd edə bilərəm ki, təkcə burada elmin sənaye yönümündən söhbət getmir. Həm də elm qərar qəbul etmədə iştirak etməlidir. Elm ictimai idarə etmədə iştirak etməlidir və bunun üçün də çalışmaq lazımdır ki, müxtəlif qurumların, nazirliklərin, strateji mərkəzlərin tərkibində ideya bankları yaransın, təşəbbüs bankları yaransın. Bu həm gənc alimlərin, həm bütövlükdə peşəkar oturmuş alimlərin təşəbbüsləri və ideyaları bu ideya bankında yığılsın və bu patentləşdirilsin, qiymətləndirilsin. Həm alim özünün funksionallığını hiss eləsin, həm dəyərini hiss eləsin, həm də elmin, mən cənab prezidentin dediyi kimi desək, elmin sənaye tətbiqi, praktikaya tətbiqi, ictimai praktikaya tətbiqini biz görək. Hesab edirəm ki, elmlə deməli idarə etmə, elmlə qurumlar əgər sosial tərəfdaşlıq çərçivəsində, eyni zamanda əməkdaşlıq istiqamətində çalışsalar, güman edirəm ki, Azərbaycan elmi də inkişaf eləyər, həm də idarə etmədə daha rasional yanaşma ola bilər. Rasionallıq demişkən, Alman filosofu Max Weber'in siyasət peşə kimi və həvəs kimi əsərində çox maraqlı bir yanaşma qoyur ortaya və orada təsavvür edir ki, demək, yüksək lideri, yüksək siyasətçi keyfiyyətləri içərisində passionarlığı və gələcəyi hesablanmış məsuliyyət məsələsini qoyur. Ölkə başçımız məhz bunu fikirləşərək, hansı ki qeyd elədiyi mainstream, yəni qarşıya duran hədəflər, qlobal çağırışlar fonunda elm adamlarının və müxtəlif qurumların birgə müştərək fəaliyyətini əsas prioritet kimi qiymətləndirir. Güman edirəm ki, bu istiqamətdə bizim əməkdaşlığımız faydalı olardı. Bir neçə il bundan öncə cənab prezident çıxışlarının birində iqtisadiyyatda keçid dövrü bitmişdir, yekunlaşmışdır fikrini vermişdi və həmin fikrində güclü dövlət, güclü iqtisadiyyat strategiyasının istiqamətində bir neçə istiqamətlər müəyyənləşdirilmişdi. Və 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illiyində sanki cənab prezident həmin çıxışın məntiqi nəticələrinə toxundu. Və bu nəticələrdə cənab prezident güclü dövlət, güclü iqtisadiyyat, güclü millət fəlsəfəsini önə çəkmişdir. Və güclü dövlət, güclü iqtisadiyyat sahəsində AMEA-da olan çıxışında iqtisadiyyata, texnikaya, hərbi sənayeyə, təhlükəsizliyə, texniki elmlərin tətbiqinin zəruriliyini önə çəkib və elm adamları qarşısında bir strateji istiqamətlər müəyyənləşdirilmişdir. Və bununla yanaşı, cənab prezident humanitar və ictimai elmlər qarşısında ciddi məsələlər qoymuş, strateji məsələlər qoymuş və ciddi tapşırıqlar vermişdir. Bu nədir? 50 milyonluq bir Azərbaycanlıların dövlətiyik deməklə hesab edirəm ki, cənab prezident potensial demografik gücümüzün aktiv demokratik gücə çevrilməsinin istiqamətini və strategiyasını müəyyənləşdirmişdir. Düzdür, Azərbaycanın dövlətində 10 milyonluq əhali 90-cı illərdəki əhali deyil. Yəni 90-cı illərdə bizim qələbəmiz, bax dediyiniz 35 milyon 50 milyon. Necə təsvir edir? Hər 35 milyon hissəsini... Bəli, mən o məsələyə gələcəm. Üzr istəyirəm. Demək, müstəqil Azərbaycan dövlətinin tərkibində olan 10 milyon əhali potensial demografik gücdən aktiv demokratik gücə çevrilmişdir. Və bu illərdə Azərbaycanın siyasi həyatında əldə olunan nailiyyətlər bir səbəbi də budur. Bununla yanaşı, cənab prezident bu istiqamətdə 50 milyonun aktiv gücə çevrilməsində 3 istiqamət müəyyənləşdirmişdir. 1. Azərbaycan coğrafiyası əhatəsində 4 istiqamətində yaşayan Azərbaycanlılar
öz tarixi ərazilərində, coğrafiyalarında yaşayır. Uzun əsrlik tarixə malikdir. 2. Azərbaycan xalqı zəngin dövlətçiliyə malikdir. 3. Azərbaycan dili bu 50 milyonun ana dilidir. Dil məsələsində cənab prezident çox strateji məsələlərə toxunmuşdur. Yəni biz bugün 50 milyon xalqımızın müstəqil dövlətiyik. 50 milyonluq xalq dil birliyi ilə toparlanır və mədəniyyətinə, tarixinə sahib çıxmaqla bizim ətrafımızda birləşir. Teşekkür ederim. Üzr istəyirəm, bu fikrimi tamamlayayım. Biz dəyişən dünyada, strateji hədəflərimizdə o zamana hazır olmalıyıq ki, yeni dünya düzənində, necə ki, Sovetlər İmperiyasından sonra yeni dünya düzəni yarandı, yeni dünya düzənində bu 50 milyonluq əhalinin mədəniyyət, tarix mərkəzi dil olmaqla 50 milyon əhalinin toparlanmasına sahib duraq müstəqil dövlətlə. Hesab edirəm ki, cənab prezident humanitar və ictimai elmlər qarşısında qoyduğu ən mühüm məsələ Budur. Prezidentin çıxışında xüsusilə də bu Azərbaycan tarixi ilə bağlı bir sıra məsələlər bilirsiniz ki, irəli sürülmüşdü. Bu məsələlərdən müasir Azərbaycan tarixidir, Zəngəzur və Qarabağın tarixi ilə bağlı məsələlərdir. Bir də xüsusilə də Qarabağın tarixi ilə bağlı hərbi tarixşünaslıq məsələləri vurğulanmışdı, xüsusi olaraq vurğulanmışdı. Mən hesab edirəm ki, xüsusilə də bu məsələdə tək tədqiq məsələsi yox, eyni zamanda iki paradigma üzərindən də bilirsiniz, tədqiq və təbliğ paradigması üzərindən tövsiyələr verilmişdi. Mənə gəlir ki, burada bir qısaca bir, çünki vaxtımızın zamanı görürsünüz ki, hamımız sertinotdayıq və mən qısaca onu demək istəyirəm ki, bizim təbii ki, burada deyildi, tarixlə bağlı çoxdur problem tarix elminin araşdırma. Çünki biz əslində müstəqil tarixçiliyin ömrü də uzun deyil, o təxminən 30 ildir və xeyli də işlər görülüb, çox istedadlı, yaxşı əsərlər də ortaya qoyulub, amma bizim təbliğ ilə bağlı çox ciddi problemlərimiz var. Çox ciddi problemlərimizin birincisi çıxışçılarından biri də vurğuladı. Xaricə çıxmamağın əsas başlı səbəblərindən biri bu əsərləri keyfiyyətli tərcümə eləyib digər auditoriyaya, böyük beynəlxalq auditoriyaya çatdıra bilmirik. Ən böyük problemlərimizdən biri budur. Çünki tədqiqatçı bəzən çox istedadlı tədqiqatçı dil bilmədiyindən təbii ki, o şeyləri özü yaza bilmir, özü o kitabı yaza bilmir. Hətta mənbələrə əl çatanlığı məsələsində də bu ciddi problemləri var. Və ona görə də, məsələn, mən bu yaxınlarda xeyli bundan əvvəl bir erməni alim var, İrəvan tarixi ilə bağlı məşhur onun bir ABŞ universitetlərin birinin professorudur, George Brown, onu tanıyan, belə təxminən adı belə bir professordur. Onun bir tənqidi bizim İrəvan akademik Yaqub Mahmudovun o buraxdığı redaksiyasına nəşr olunduğu İrəvan tarix kitabı ilə bağlı bir tənqidi qeydləri çıxmışdı. Amma onun irad tutduğu bir çox məsələlər var. Biri də məsələ o kitabın belə deyək ki, anotasiyasının ingilis dilinə tərcüməsinin keyfiyyətsiz olduğunu vurğulayırdı orada. Bilirsiniz, belə şeylər böyük bir əsərdir, keyfiyyətli bir əsərdir. Amma ən azı bunun anotasiyası, heç olmasa bunun keyfiyyətli bir ingilis dilində tərcümə olunub ortaya qoyulmalıdır. Yəni bizim təbliğ məsələsində çox ciddi problemimiz var. Bir məsələndə deyim, burada Mirşahin müəllim çox bir maraqlı bir məsələyə toxundu, hücum diplomatiyası ilə bağlı çox maraqlı. Bizim tarix elmidir, xüsusilə də bu Qərbi Azərbaycanla bağlı yazılan əsərlərin çoxu müdafiə xarakterlidir. Və erməni bir tez irəli sürür, bizim işimiz, peşəmiz, bütün Azərbaycan tarixşünaslığının peşəsi odur ki, erməninin yalanını çıxartmağa uğrunda qurulub. Qardaş, o dedi, getdi də, elə bir üstürəm, o məşhur məsələ bənzəyir ki, bir dəli bir quyuya bir dənə üstürəm, bir daş atır, 100 dənə başlayır, onu çıxardır, çıxartmağa çalışır. Biz öz işimizi görməli, biz düzgün tariximiz var, onu yazmalıyıq. Erməni nə deyib, nə deməyib, onun cavabı bir yerdir, amma əsas biz öz tariximizi yazıb ortaya qoymalıyıq, düzgün tariximiz. Təşəkkür edirəm. Deməli, bugün bütün dünyada innovativ inkişaf məhz ekspertlərin, beyin mərkəzlərinin bu və ya digər məsələnin, istiqamətin deməli işlənilməsinə, vəzifənin həll olunmasına cəlb olunması ilə həyata keçirilir.
Bu da deməkdir ki, yəni əsasən ekspertlər qismində məhz alimlər çıxış edir. Çox təəssüf edici bir haldır ki, son zamanlarda bu ekspert məfhumunun biraz məna yükü deməli itirilib və çox zaman o ingilislərin dediyi background yəni ki, hesaba qatılmadan ümumiyyətlə müvafiq göstəricilərə cavab verməyən şəxslər də ekspertlər qismində cəlb olunur. Bunun yəni peşəkar prosesə, yəni işin mahiyyətinə çox böyük zərər yetirdiyini düşünürəm. Burada qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 80 deməli akademiyanın 80 illik yubileyində qeyd etdiyi kimi məhz intellektual deməli potensialın istifadə olunmasının müasir çağırışlara cavabları təmin etdiyini qeyd etmişdir və məhz dövlət strukturlarının qarşısında o xüsusilə bir tezis olaraq qeyd edir ki, məhz alimlərlə sıx işləməyi bir vəzifə olaraq qoymuşdur. İkinci məqam isə burada qeyd etmək istərdim ki, Rasim müəllim artıq mənim bir çox vurğulamaq istədiyim məqamları qeyd etdiyi üçün sadəcə burada deyildi ki, Scopus Web of Science və müasir elmin standartlarına uyğun tədqiqatlarla bağlı, yəni bizim müəyyən problemlərimizin əslində bu standartlara uyğun tədqiqatlar aparan alimlərimiz var və həmin bazalarda elmi məqalələrini, hətta monoqrafiyalarını deməli çap etdirən alimlərimiz var. Sadəcə ictimaiyyət bəzən bunlar haqqında məlumatı olmur. Bu da həmin Etibar müəllimin qeyd etdiyi məqamı bizi deməli diqqət yetirməyimizə yönəldir ki, elmin populyarlaşdırılması və eyni zamanda da müəyyən mexanizmlərin və təsnifatların işlənib hazırlanması lazımdır ki, bu məsələlərin ortaya çıxarılması və diqqətə çatdırılmasına kömək etsin. Bu qədər.